e, həsr eləmək istəyirəm. Varkosel problemi ilə əlaqədar danışmaq istəyirəm. Varkosel haqqında da çox yanlış təsəvvürlər var, çox səhv fikirlər var. İnsanlar məlumatsız olduqlarına görə çox zaman səhv addımlar atırlar. Varkosel bu xaya damarlarının, yəni bir sadə dillə demək istəyirəm ki, insanlar bilsin söhbət nədən gedir. Xaya venalarının, orada xırda venalar var, xaya artımlarının üzərində, onların genəlməsi deməkdir. Burada nə problem olur, nə problem? Burada elə bir ki, damarlar genələndə həmən şəxslərdə xayada qan gecikir, yəni qan yığılır biraz, qan dövranı zəifləyir, venoz qanına söhbət gedir də, yəni qaydan qan, hansı ki, xayadan çıxıb getməlidir qarına, o çıxmır oradan, orada gecikir, geç çıxır. Nəticədə xayada qızma baş verir. Xayanın qızması nəticəsində orada temperatur artır, xayalıqda temperatur artır. Və temperaturun artması ilə də əlaqədar xayanın işi pozulur. Uzun zaman müddəti bu davam edəndə bu insana nə problemlər yaradır? Cinsi zəiflik verə bilir, əgər ağır formalardırsa, ağrı verə bilir, kişi sonsuzluğu, yəni spermanın keyfiyyətini aşağı sala bilir. İndi elə insanlar var ki, onlarda ağrı vermir, ağrı verməzsən ağır formalarda olur, 3-cü dərəcədə olur. Amma ən azından 2-ci dərəcə olanda artıq burada cinsi zəiflik və kişi sonsuzluğu olur. Yəni spermanın keyfiyyətinin pozulması artıq baş verir. Əsasən də spermatozoidlərin hərəkət faizi azalır. Ona görə bu məsələyə barmaq arası yanaşmayın. Yəni ki, bəziləri deyir ki, bu heç nə eləmir, yəni səbəb bu deyil. Ola bilir ki, bir neçə səbəblər olsun. Cinsi zəiflikdə də, sonra kişi sonsuzluğunda da bir neçə səbəblər ola bilər. Əlbəttə, səbəb çox ola bilər. Amma bunu da həmişə səbəblərdən biri kimi qeyd eləmək lazımdır. Bəli, birinci dərəcəli varkoselədə yüngül formalarda və yaxud subklinik, yəni təzə başlayan formalarda ola bilər ki, mən dediyim şeylər olmasın. Çünki hələ burada bədən onu kompensasiya eləyir, xayalarda qızma çox olmur, ona görə də orqanizm bunun öhdəsindən gəlir. Amma zaman keçdikcə, bu ağırlaşdıqca artıq burada problemlər yaranır. Hətta pasiyentlər var ki, əməliyyat olunublar, yenidən bunlarda varkosele yaranır. Bilirsinizmi, varkoselenin düzdür, səbəbləri tam da məlum deyil elmə, müəyyən fərziyyələr var da, yəni deyirlər ki, irsi ola bilər, ağırlıq qaldırmadan ola bilər, çox sıxılmadan, qarın nahiyəsinin çox sıxılmasından ola bilər, qarında piyin çox olmasından, yəni kök adamlarda bunlardan ola bilər. Amma bu fərziyyələr heç də həmişə özünü doğrultmur. Baxsan ki, arıq oğlandır, ağır bir şey də qaldırmıyor, amma iki tərəfli varkoselesi var. Hətta əməliyyat olunur, yenə var. İndi bəzən deyirlər ki, qarın boşluğuna keçən venalar var da, hansılar ki, bu qanı aparır, onlarda problem var. Yəni, anadan gəlmə problemi olur. Belə bir fərziyyələr də var. Yəni, istənilən halda, mən bunların müalicəsində terapevtik üsula üstünlük verirəm. Yəni əməliyyata düzdür, məcbur olanda insan vacibdirsə, həyati göstərişdirsə, burada əməliyyat eləmək lazımdır. Amma insanlar çox vaxt bilmir, birinci dərəcəli varkoseledə gedib əməliyyat elətdirir. Yəni əməliyyatın da öz şərtləri var, göstərişləri var. Hər bir problemdən dərhal gedib əməliyyat elətdirmək olmaz. Əvvəlcə onun göstərişinə baxmaq lazım ki, bu göstərişlər bu əməliyyata icazə verir ya yox. Varkosele halında bu göstərişlər nədir? Birincisi, bu adamlarda ağrılar olmalıdır, hansı ki, müalicə ilə keçmir. İkincisi, bunlarda sperma faizi aşağı olmalıdır və ya spermada problemlər olmalıdır. Bax, bu iki göstərici əməliyyata göstəriş verir ki, yəni bunlar varsa, artıq əməliyyat və müalicə də alıbsa şəxs, xeyri olmayıbsa, onda burada artıq əməliyyat eləmək məcburiyyəti yaranır. Və çox adam da əməliyyatdan sonra arxayın düşür ki, daha mənə heç nə olmaz əməliyyat. Yəni, belə şeylərə arxayın olmayın. Mən adamlar tanıyıram ki, 2 dəfə əməliyyat olunub, yenə varkosele əmələ gəlir. Yəni, belə şeylərə arxayın olmayın. Yəni, səbəblər bizə tam aydın olmadığına görə heç bir şeydə burada garantiya vermək mümkün deyil. Müalicə məndə olub, pasiyentlər, müalicə eləmişəm, yaxşı nəticələr almışam, amma
Zaman keçib, adamlar tapşırıqlara əməl eləməyiblər. Yəni bilirsiniz, burada balaca insan özü də gərək özünü gözləsin. Qan dövranı yaxşı olmaq üçün çox oturmaq olmaz. Qarını möhkəm sıxmaq olmaz, kəmərlə, belə vasitələrlə sıxmaq olmaz. Ağırlıq qaldırmaq olmaz. Bir ələ 5 kilodan artıq ağırlıq qaldırmaq olmaz. Yəni ümumi 10 kilo. Yəni belə şərtlər var. Düzdür, indi əməliyyat olunan insanlar deyir ki, hə, həkim bizə deyir ki, get nə istəyirsən, elə heç nə olan deyil. Bunlar səhv fikirlərdir. Desələr də, yəni ehtiyatınızı əldən verməyin. Əgər sizdə bir dəfə varkoseli olubsa, siz ondan əməliyyat olunmusunuzsa, ya müalicə olunmusunuzsa, yaxşılaşma varsa bunu qoruyun, ha. Bunu ömrünüz boyu qorumalısınız, ömrünüz boyu. Yəni qorumazsanız problemlər yaranacaq. İndi bəzi insan var deyə bilər ki, hə, mənim övladım var, şişsin də problem. Amma bu sağlamlığı itirirsiniz. Burada sonra başqa problemlər olacaq, cinsi zəiflik olacaq, ağrı olacaq, diskomfort olacaq. Yəni insan öz orqanizminə daim nəzarət eləməlidir. Yəni yetkin şüurlu insanlar özümüzə nəzarət eləməliyik. Biz 21-ci əsrdə yaşayırıq. İnformasiyalarımız genişdir. Həyat tərzimizi elə qurmalıyıq ki, təbiətdən çox da aralanmayaq. Onsuz da biz təbiətdən aralanmışıq. Təbiətdən ayrıyıq. Amma bu unutmamalıyıq ki, biz daima o təbiətdə olan məsələlərə əməl eləməliyik ki, yəni nədir bu hərəkət, düzgün qidalanma, aktiv hərəkət, yəni bütün günü oturmaq, lazım olmayan yerə ağır şeylər qaldırmaq, beli möhkəm sıxmaq, bütün bunlar həmən o varikoselin inkişafını artırır və gələcəkdə problemlər yaradır. Ona görə çalışın ki, bu məsələləri nəzərinizdə saxlayın. Varikoseli problemi olanda birinci çalışın ki, müalicə edin. Ümumiyyətlə, istənilən bir problemdə, əgər həyati göstərişi yoxdursa, xəstənin vəziyyəti sürətlə ağırlaşmırsa, dözülməz ağrılar yoxdursa, birinci müalicə olunmalıdır. Müalicə ilə çalışıb məsələni həll eləmək lazımdır. Əgər müalicə ilə məsələ həll olunmursa, artıq burada əməliyyatdan söhbət gedə bilər və əməliyyatda bir göstəriş olmalıdır. Və bu dediyim şərtlərlə çalışın ki, işinizi qurun, sağlamlığınızı qurun. İndi keçirəm suallara, hələ ki vaxtımız var. Burada